Salam hörmətli izləyicilər, özünüz də görürsünüz ki, hazırda Balkənin ən qaynayan, ən hərəkətli nöqtəsindəyəm. Düz Heydər prospektinin üzərində Bayraq meydanı və park ilə üzbəyüz. Rayona gələn qonaqların, tranzit keçən maşınların və piyadaların ilk gözünə dəyən mütləq dayandığı mərkəz məhz buradır. Və sizə əla bir xəbərim var. Bu gördüyünüz obyekt artıq satışa çıxarılıb. Gəlin içəriyə birlikdə baxaq. Hazırda bu tikilinin ümumi sahəsi 120 kvadrat metrdir və özünün ayrıca kabinetləri, mətbəx hissəsi və ayaq yolusu var. Kommunal xətlərin hamısı tam hazırdır, yəni işığınız, suyunuz öz yerində. Amma tələsməyin, buranın əsas sirri içərisində deyil, arxasındadır. Baxın, sənəd üzərində bu obyektə aid tam 6 sol torpaq sahəsi var. Arxasında o qədər geniş bir ərazi var ki, istəyinizə uyğun olaraq obyekti arxaya doğru rahatlıqla böyüdə bilərsiniz. Hətta sizə daha bir üstünlüyü deyim. Arxadakı küçəyə birbaşa əlavə giriş qapısı da açmaq mümkündür. Və səmimi deyim, bura gələcəkdə hər gün üstünə dəyər qazanacaq, pul qazandıracaq bir yerdir. Bura sırf yatırım kimi baxın. Alıb sıfırdan gözəl bir təmir etməklə ağlınızdakı istənilən böyük biznes ideyasını, restoran, mağaza və s. reallaşdıra bilərsiniz. Ya da uğurlu bir iş qurub çox yaxşı qiymətə arendaya verib hər ay stabil gəlir qazana bilərsiniz. Ən vacib məsələlərdən biri isə sənədlərdir. Sənədləri tam qaydasındadır. Alqı-satqı günü heç bir mane olmadan dərhal alıcının adına keçiriləcək. Bu qədər üstünlüyü olan və prospektin düz üzərində yerləşən bu obyekt üçün təklif olunan qiymət 220.000 AZN-dir. Təbii ki, real alıcı ilə üzrə görüşən zaman endirim də olunacaq. Və dostlar, belə fürsətlər mərkəzdə tez-tez ələ düşmür. Məncə dəyərləndirin. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə öz fikirlərinizi yazmağı və səhifəmizi izləməyi unutmayın. Və əgər sizin də Balkəndə satmaq istədiyiniz mülkünüz, torpağınız və ya eviniz varsa, elə indi bizə müraciət edə bilərsiniz. Gələk yerindəcə baxaq, ən gözəl şəkildə çəkilişini edək və qısa müddət ərzində sataq. Aşağıdakı əlaqə nömrəsi ilə əlaqə saxlayın. Görüşənədək.